Bir fikirləşin. Hər gün hiss etdiyiniz qorxu, qəzəb və kin sadəcə emosiya deyil, əslində bir enerjinin mənbəyidir. Jujutsu Kaisen dünyasında bu enerjiyə cursed enerji, yəni lənətli enerji deyilir və o həm ən qorxunc ruhları, həm də ən güclü sehirbazları yaradır. Bu gün oradan buradan seriyamızda cursed enerjini daha yaxından tanıyacağıq. Lənətli enerji insanların mənfi duyğularından, qorxu, kədər, nifrət və qısqanclıqdan yaranan spiritual bir gücdür. Demək olar ki, hər insanda bu enerjidən müəyyən qədər var. Çünki mənfi hisslər insan təbiətinin ayrılmaz hissəsidir. Amma bu enerji müəyyən həddi keçdikdə insan cursed spiritləri, yəni lənətli ruhları, yəni lənətlənmiş varlıqları görmə qabiliyyəti əldə edir. Məhz bu insanlara Jujutsu sehirbaz deyilir və onlar cəmiyyətdə olduqca nadirdirlər. Adi insanlarda bu enerji özlərinin bədənindən sızır, zamanla toplanır və nəhayət bir cursed spiritə çevrilir. Sehirbazlar isə fərqlidir. Onlar bu enerjini idarə etməyi öyrənir və onu boş-boşuna buraxmaq əvəzinə Jujutsu texnikalarına yönəldirlər. Maraqlısı da budur ki, Gojo Satoru bu enerjini elektriklə müqayisə edir. Xam formada qeyri-sabit və təhlükəlidir. Amma düzgün istifadə olunanda inanılmaz güc mənbəyinə çevrilir. Burada vacib bir məqam var. Kimin nə qədər güclü olduğu, onun nə qədər mənfi emosiya yaşamasından yox, Jujutsuya olan istedadından asılıdır. Məsəl üçün Yuta Okkotsu Sugawara Mishizane ilə qohumluğu sayəsində inanılmaz həcmdə cursed enerjiyə sahibdir. Hətta Yuji, Chozo və Naoya kimi təcrübəli sehirbazlar belə onun enerjisini hiss edəndə vahiməyə düşürlər. Cursed enerjini idarə etmək asan proses deyil. Yuji Itadori məktəbinin ətrafında bu enerjinin təzyiqini hiss edə bilirdi. Amma o döyüşdə istifadə etməyi yalnız Jujutsu texnikim kollecinə qəbul olduqdan sonra öyrənə bildi. İlk dəfə bu gücü qəzəb anında instinktiv şəkildə ortaya çıxardı. Sakin vəziyyətdə isə bunu tam edə bilmirdi. Bu da onu göstərir ki, emosiyaların idarəsi cursed enerjinin idarəsi üçün bir açar rolunu oynayır. Sehirbazlar arasında fərq də elə buradan yaranır. Zəif sehirbazlarda cursed enerji, yəni lənətli enerji onların öz bədənlərindən dırnaqarası şəkildə sızır. Daha böyük səviyyəli, daha yüksək səviyyəli sehirbazlarda isə bədən daxilinə bərabər şəkildə axır və nəzarətdə saxlanılır. Məhz buna görə də Todo Aoi kimi güclü döyüşçülərin hərəkətlərini əvvəlcədən proqnozlaşdırmaq demək olar ki, mümkün deyil. Onların enerjisi o qədər tarazda paylanıb ki, zərbə vurulana qədər heç bir işarə vermir. Cursed enerji təkcə texnikalara güc vermir, bədəni gücləndirmək üçün də istifadə olunur. Buna cursed energy reinforcement deyilir. Yəni lənətli enerjinin daha üst səviyyəyə çıxarılması, gücləndirilməsi deməkdir. Todo bir zərbə ilə lənəti və ağacları məhv edə bilirdi. Yuta isə fiziki cəhətdən zəif olsa da bu enerjini bədəninə yönləndirərək bir avtomobili belə geri ata bilirdi. Bəzi sehirbazların enerjisində isə onlara özəl xüsusiyyətlər olur. İkinci Hakari'nin enerjisi kəskin toxunuşa malikdir və Hajime Kashimonun enerjisi isə elektrik xüsusiyyət daşıyır. Bu da onun zərbələrini demək olar ki, müdafiəsi edir. Bu xüsusiyyətlər adi reinforcement texnikaları ilə dəf edilə bilmir. Yalnız çox güclü, lənətli enerji çıxışı bu effekti minimuma endirir. Əgər bu video xoşunuza gəldisə, like edib abunə olmağı unutmayın. Növbəti videoda görüşmək üzrə.